Nəbz təzyiqi hansı hallarda arta bilir? 140-ın 70-ə təzyiq ikən 70-dirsə fərq, bu artıq sizə siqnal deməkdir. Bir deyim var, sürət var, amma idarə etmə yoxdur. Təzyiqiniz də belədir. Təkcə rəqəmlərə baxmaq yetərli deyil. Onların fərqinə də baxmaq lazımdır. Əgər yuxarı təzyiqdən aşağı təzyiqə çıxsaq, alınan rəqəm nəbz təzyiqi adlanır. Məsələn, 120-80-da təzyiqiniz varsa, fərq 40, bu normal hesab olunur. 40 mm civə sütunu optimal hesab olunur. Gənc və ürək-damar elastikliyi sağlam olan şəxslərə aiddir. Nəbz təzyiqi hansı hallarda arta bilir? Adətən infarkt, insult, anemiya, tənbəl zob, hipotireoz, yaşlanma, ateroskleroz, ürək aorta qapaq çatmamazlığı, həmçinin koqnitiv geriləmənin müstəqil risk faktoru olaraq hesab olunur. Aşağı olan halları 25-30-dan aşağı olan hallarda hesab olunur və klinik olaraq aşağı ürək çıxışı, hipovolemiya, yəni dövrədə mayın azalması, şok riski, klinik əhəmiyyəti həmçinin orqan perfuziyasının azalmasını və kəskin vəziyyətlər üçün xəbərdar edici siqnal olaraq göstərir. 140-ın 70-ə təzyiq ikən 70-dirsə fərq, bu artıq sizə siqnal deməkdir. Bu o deməkdir ki, damarlar artıq sərtləşib, ürək vurur. Amma damarlar ona elastikliklə cavab verə bilmir. Vacib mesaj olaraq siz hər normal təzyiq təhlükəsiz deyil almalısınız. Əgər fərq çoxdursa, bu sizə xəbərdarlıq ola bilər. Təzyiq ölçəndə bir sual verin. Bu iki rəqəm niyə bir-birindən uzaqdır? Əgər video maraqlıdırsa, bəyənməyi, paylaşmağı unutmayın. Şərhlərdə isə öz nəbz təzyiqinizi qeyd edin. Sağ olun.